Salam, hər vaxtınız xeyir olsun əziz 6-cı siniflər. Deməli, biz bu gün Unit 7 və 8-ci unitlərin təkrarına aid olan çalışmaların izahına nəzər yetirəcəyik. Bu da səhifə 105 və 106-cı səhifələri əhatə edir. Deməli, baxırıq çalışma 1-ə. Burada deyir innovation-la əlaqəli olan feilləri yazın. Burada birinci feilimiz build, tikməkdir. İkinci discover, kəşf etməkdir. Üçüncü fly, uçmaqdır. Dördüncü isə invent, ixtira etmək. Deməli, baxırıq ikinci tapşırığımıza deyir ki, çalışma 1-dəki feillərdən istifadə edərək cümlələri tamamlayın. Keçmiş sadə zamanda olmalıdır feillərimizdə. Deməli, an airplane to the South Pole for the first time in 1956. Yəni deyir ki, təyyarə ilk dəfə 1956-cı ildə Cənub qütbünə uçdu. Fly feilinin keçmiş zaman forması nə olacaqdır? Flew. Daha sonra baxıram ikinci çalışmaya. Friedrich Miescher DNA in the 19th century. Deyir ki, Friedrich Miescher 19-cu əsrdə DNA-nı neynədi? Kəşf etdi, discover. Və keçmiş zamanda da olacaq discovered. Daha sonra baxırıq üçüncü cümləmizə. Mughal Emperor Shah Jahan the Taj Mahal from 1632 to 1643. Deyir ki, deməli Mughal İmperatoru Şah Cahan Tac Mahalı 1632-ci ildən 1643-cü ilə qədər olan bir vaxtda tikdi. Deməli, o da olacaqdı tikmək sözü build, keçmiş zamanda da olur build. Və ən axırıncıda isə Ralph Baer the video game in 1971. Yəni Ralph Baer 1971-ci ildə video oyunlarını ixtira etdi. Deməli, o da olacaqdır invent. Inventin də keçmiş zaman forması olacaqdır invented. Daha sonra baxıram üçüncü tapşırığa. Üçüncü tapşırığımızda bizə deyir ki, şəkillərə baxaraq cümlələri tamamlayın. Burada birincidə yazıb, look at the dog, itə baxın, he is sleeping on the grass, otun üstündə yatır, under the, nəyin altında, ağacın altında, under the tree, ya da trees də deyə bilərik. Daha sonra baxıram ikinci tapşırığımıza, ikinci tapşırığımızda deyir ki, daha doğrusu cümləmizdə, there are beautiful red and yellow, bunlar nədir? Bunlar lalələrdir, zambaqlardır, dağ laləsi, yəni olacaqdır tulips in the tarla isə nədir? Field. Sonra baxıram üçüncü cümləmizə. Üçüncü cümləmizdə isə burada görürsünüz qazlardır. Qazlar da bilir ki, geese-dir. The geese are swimming in the. Bu göl də ola bilər, lake də ola bilər, river də ola bilər, çay. Fərqi yoxdur. Daha sonra baxıram dördüncü tapşırığımıza. Burada hava yağışlıdır. Paris yağışlı olduğu üçün rainy deməliyik. Günəşli olanda sunny. Burada Chicago'da görürsünüz küləklidir, windy və buludlu da cloudy. Daha sonra baxıram tapşırıq 5-ə. Tapşırıq 5-də bizə deyir ki, deməli düzgün zaman formalarını seçməliyik. Burada deyir ki, müəllim çatanda sən nə edirdin? Burada when olan tərəfdə biz bilir ki, biz davam edici zaman verə bilmərik. Bu birinci tərəfdə isə özləri zaten yazıblar bizim üçün were you doing. Yəni çünki birinci tərəfdə davam edən hərəkəti bildirir. Deyir müəllim çatanda sən nə edirdin? Nə işlə məşğul idin? Deməli baxıram sonra cümləmizin cavabına deyir ki, mən deyir mesaj göndərirdim, amma dərhal deyir çantama qoydum telefonu. Deməli, həmin anda davam edən hərəkətdə I was sending a text, mesaj yazırdım, göndərirdim, amma dərhal çantama qoydum. Düzgün cavab olacaqdı was sending a text. Deməli, daha sonra baxırıq deyir ki, Mike velosipeddən necə yıxıldı? Bu yıxılmaq davam edən hərəkət deyil ki, anlıq bir şeydir. Ona görə də olacaqdır ki, how did Mike fall off olacaqdır. Of his bike. Was falling demərik. Daha sonra deyir ki, o deyir, velosipedlə deyir, məktəbə gedərkən bir anda qəflətən özünü pis hiss etməyə başladı. Demək, məktəbə gedərkən davam edən hərəkəti göstərir. He was riding his bike to school. Özünü pis hiss eləməyə başlamaq feilini biz davam edici zamanda verə bilmirik. Ona görə də when he started to feel ill olacaqdır. Daha sonra tapşırıq 6 ilə davam eləyirəm. Tapşırıq 6-da deyir ki, deməli cədvələ baxmalıyıq. Cədvələ baxıb, buradakı sual cümləsinin, nümunədə olan sual cümləsinə uyğun, baxın, yəli əvəzliklərindən istifadə etməliyik. Yəli əvəzlikləri biz bilirik ki, 2 yerə ayrılır. Bir var asılı, bir də var müstəqil. Asılı o deməkdir ki, özündən sonra mütləq nə gəlməlidir? İsim gəlməlidir. Mən düzgün yazmadım, bir dəqiqə. Baxın, asılılar bunlardır. My,
your, his, her, its, your və their. Bunlardan sonra bunlar asılıdır. Bunlardan sonra mütləq noun, yəni isim gəlməlidir. Bir də vardı ki, müstəqillər, yəni özündən sonra isim istəmir. Onlar da hansılardır? Mine, yours, his, hers və salam. It's burada yoxdur. Sonra ours, yours, theirs. Bunlardan sonra isə isim işlənməz. Baxın, indi burada bizə deyir ki, yiyəli əvəzlərin burada isimsiz işlənən formasından, yəni buradan istifadə edəcək. Bunlardan sonra noun olmaz. Baxın, indi burada yazırıq. İkinci tapşırığımızda, daha doğrusu ikinci hissədə ana nə deyir? Deyir ki, burada bizim video game'dir sözümüz düzdür. Deməli ki, bu video game kimindir? Whose video game is this? Kimindir? İndi burada mən silməliyəm bu yazdığımı ki, cümlələrimiz yerləşsin. Is this? Deməli, sual verir. Daha sonra deyir ki, is it? Is it? Baxın, kimdən soruşur? Video game Haru and Hakari's. İndi deyir Haru və Akari'nindir. Baxın, and Akari. Deməli, yiyəli hal həmişə axırıncı ismə əlavə olunur. Apostrof S sual işarəsi. İndi Becky isə nə cavab verir? Deyir ki, bəli, yes, it is. Oyundan söhbət gedir, axı video game təklədir, it is deyirik. İndi burada Haru və Akari 2 nəfərdir. Ona görə də deməli ki, onlarınki də nə olacaqdır? Theirs olacaqdır. Deməli, yes, it is theirs. Daha sonra baxıram ikincidə deyir ki, yəni burada bizim sözümüz t-shirts'dür. T-shirts görsüz səmdədir. Artıq mən is this yox, is these deməliyəm. These təkdir. Baxın, these təkdir. Bunun cəm forması these olur. Deməli nə deyəcək? Deyəcək whose t-shirt, t-shirts. Aha, baxın t-shirt səmdədir axı. Onun üçün deməli are these. Bunlar kimin t-shirtüdür? Aydın oldu. Cəm forması these olacaqdır. Deməli, deyəcək indi onlar cəv yerində. Deməli, onu necə deyirik? Are they. Niyə? Çünki cəmdə idi. Cəviers. Apostrof S sual işarəsi. Yəli halda apostrof S atırıq. Əgər isim addırsa. Daha sonra baxırıq cavaba yes. İndi t-shirt yenə də cəmdədir. They. Yes. Nə deyəcək? They are. They are. İndi cəviyerdə kişi cinsidir, təkdədir. Deməli, isimsiz forması they are his. Bəli, onunkudur. Onlar onunkudur. Və dördüncü hissədə isə kitablar soruşur. Kitablar yenə də cəmdədir. Nə deyəcək? Whose books. Yenə cəmdə olduğu üçün nə deməliyik? Are these. Sual veririk. Aha, daha sonra are they. Are they. İndi yenə də addır. Ad olanda apostrof S verməliyik. Are they Becky's? Becky'ninkidir kitablar. İndi burada Becky özü cavab verdiyi üçün düzdürmü? Onda deməli, bəli, onlar mənimkidir deməliyik də burada dialoqda. Yes, they are. Onlar mənimkidir. Mənimkidir də nədir? İsimsiz işlənən forması mine. Belə. Daha sonra baxırıq burada cümlə düzəltmədir. Cümlə düzəltmədə nə diqqət yetiririk? Deməli, burada birinci bizim sual əvəzliyimiz olmalıdır. Sual əvəzliyimiz what time'dır. What time? What time? What time? Deməli, what time-dan sonra köməkçi feil gəlməlidir. Burada köməkçi feilimiz nə olacaqdır? Need-dir. Deməli, burada need-in sualını do ilə verəcəyik. What time do you? Sonra mübtəda, sonra əsas feil need. Daha sonra to go to the bed. To go to bed on weekdays. Buradan yazaq. Days. Deməli, uşaqlar, necə biz bilirik ki, bir əsas feil kimi işlənə bilir, bir də modal feil kimi işlənə bilir. Əgər sualı inkarı özü ilə düzəlibdirsə, onda modal feildir, onda özündən sonra to işləmir. Amma sualı inkarı do daz dillə düzəlibdirsə, onda əsas feildir və özündən sonra to istifadə etməliyik. Daha sonra baxıram üçüncü tapşırığımıza. Deməli, deyir sənin ən yaxın dostun bazar günləri nə etməyi xoşlayır? İndi birinci yenə də what bizim sual əvəzliyimizdir. Daha sonra köməkçi feilimiz gəlir. İndi ismimiz your best friend daxı təkidir. Təkdədirsə do yox, nə verməliyəm? Does verməliyəm. What does? Mübtədamız your best friend. Your best friend. Best friend like
to do ya da like doing də deyə bilərik. Burada to do da deyə bilərik. Fərqi yoxdur. To do da deyə bilərsiniz. Doing də deyə bilərsiniz. Doing də deyə bilərsiniz. On Sundays. On Sundays. Daha sonra ən axırıncısına baxırıq. What food, yenə də birinci sual əvəzliyimizlə olanı yazmalıyıq. What food, yeməkdən nifrət edirsən, deyir, sual cümləsidir, köməkçi fe'limiz gəlməlidir. Do, you, niyə you-ya görə do veririk? You, do tələb edir, amma üçüncü şəxsin tək olsaydı, does olacaqdı. What food do you hate? Eyni qaydada like-da necə dediksə to do olar ya da ki doing olar. Burada da ya to eat olar ya da eating olar. Heç bir fərqi yoxdur. Sual işarəsi. Daha sonra ən sonuncu tapşırığımıza baxmalıyıq. Burada nə deyir? Deyir ki, Melissa goes to school in the morning. Səhərlər məktəbə gedir. She gets home. She has lunch with her sister. Deyir ki, evə çatandan sonra bacısı ilə birlikdə nahar edir. Burada sonra deyir after deməliyik. Daha sonra do you always have breakfast? You go to school. Deyir, məktəbə getməzdən əvvəl həmişə səhər yeməyi yersən. Deməli, burada da nə olacaq? Əvvəl, before. Daha sonra baxıram üçüncü cümləmizə. Jackie needs to study for the math test tomorrow. Deyir, Jackie'nin sabah riyaziyyat test imtahanı var. Hazırlaşmalıdır daha doğrusu. Onun üçün də beləliklə so she is in her bedroom at the moment. İndi hal-hazırda yataq otağındadır. Daha sonra baxıram dördüncü tapşırığımıza, dördüncü cümləmizə. The students usually go to the patio after lunch. Deməli, deyir ki, burada nəyə diqqət yetirirsiniz? Burada bir sizin ipucunuz vardı. Bu nədir? Burada however vardı. Yadınızda qalsın. However'dən sonra vergül olur. Baxın, burada da bunların içərisində bircə vergül however'dan sonra işlənmişdi. Baxmayaraq ki, onlardan bəziləri kitabxanada oxumağa üstünlük verilir. Deməli, bu belə. Daha sonra bu qədər. Növbəti dərslərdə növbəti səhifələrin izahını sizlə paylaşacağım. Sağ olun.